Salam, hər vaxtınız xeyir. Bu videoda sizdən 2014 3-cü qrup qəbul imtahanının riyaziyyat suallarına baxacağıq. Gəlin başlayaq. Birinci sualda deyir, bərabərsizliyi həll edin. Bu bərabərsizliyi necə həll edərik? Birinci, demişdik, sistemdirsə ayrı-ayrı həll edib onların kəsişməsini götürürük. Sürəti həll edirəm 4x yuxarısını, daha doğrusu həll edirəm 4x kvadrat üstə 3x böyüdü 0. X'i ortaq çıxarıram. X 0 olsun 4x üstə 3 böyüdü 0. Köşləri tapmaq üçün ayrı-ayrı sıfıra bərabər edirəm. X bərabərdir 0, 4x üstə 3 bərabərdir 0. 4x bərabərdir -3. X bərabərdir -4-də 3. Və bunlar ödənmir. 0, -3, 0 və -4-də 3 ödənmir. Bunu da nə edirəm? İntervalda qeyd edirəm. Ümumiyyətlə, dərəcə yüksəkdirsə, mütləq interval üsulu ilə həll etməliyik. -4-də 3 və burada da içi boş 0. Plus, minus, plus. Bizə burada hansı hissə lazımdır? 0-dan böyük plus hissə. Və bir də bura baxsaq, x sıx 2 kiçikdir 0-dan. X sıx 2 0-dan kiçikdirsə, x də kiçikdir 2-dən. Deməli, nə qayırmalıyam? Bir dənə də bunun altından interval çəkirəm. 2-ni yazıram burada. İçi boş. 2-dən hansı tərəf? Sol tərəf. Getdik. Ortaq olanları seçək. Fikir versəz, ortaq hansı hissədir? Mənfi sonsuzluqdan -4-də 3-ə və daxildir 0-dan 2-yə. Fikir verin, bax 0-dan hara 2-yə. Bu hissə də ştrixləyəni baxın. Bu da ortaqdır. Məsələn, bu hissə ortaq deyil. Buradan sağ tərəfdə ortaq deyil. Mənfi sonsuzluqdan -4-də 3-ə, 0-dan 2-yə. Cavab Y variantı. İkinci sual. A parametrinin hansı qiymətində, hansı müsbət qiymətində tənliklər sisteminin yeganə həlli var? Deməli, yeganə həll şərti normal tənliklər sistemində nə vaxt olurdu? A1 bölü A2, B1 bölü B2, C1 bölü C2 hamısı bərabər olanda olurdu sonsuz sayda həll. Əgər A1 bölü A2, B1 bölü B2 bərabər C1 bölü C2 fərqli olsaydı bunlardan həlli yoxdur. Yalnızca bunlar fərqli olsaydı, onlardı yeganə həll. Bizdən də yeganə həll soruşur axı. Amma bunun bura aidiyyatı yoxdur. Niyə? O, xətti tənliklər sistemi idi. İkisi də xətti tənlik olmalıdır. Bura birdən baxsaz, bura xəttidir, bura kvadrat. Nə edək? Ümumiyyətlə, biri xətti, biri kvadraddırsa, gedək əvəz etməyə. Nə vaxt kvadrat gördünüzsə, yüksək dərəcə gördünüzsə, qaçın əvəz etməyə. Yazıram, x sıx y bərabərdir a-ya, x bərabərdir a üstə y-ə. A üstə y-ə. Aparıb aşağıda x-in yerinə nə yazaram? Yazaram, x sıx y a oldu axı. Birinci bu hissədən tapdım onu. Yazaram nə? X kvadratı üstə y-in kvadratı bərabərdir 1-ə. X-in yerinə yazaram, a üstə y-in kvadratı, üstə y-in kvadratı bərabərdir 1-ə. A kvadratı üstə 2ay üstə y-in kvadratı üstə y-in kvadratı. Bunun açılışında 1y, bir dənə də qıraqda y var, bərabərdir 1-ə. Sərgiyə salıram. Dəyişən hansı hərfdir burada? Y. A nədir? Sabitimiz. 2y-in kvadratı üstə 2ay üstə a kvadratı. 1-i atıram sola, çıx 1 bərabərdir 0. Buradan da yeganə həll şərti. Kvadrat tənliyin nə vaxt yeganə həll olur? Diskriminant 0 olanda. D bərabərdir B kvadratı. Bunun B'si nədir? 2A. Kvadratı çıx 4A S bərabərdir 0-a. 4A kvadratı çıx 8A kvadratı üstə 8 bərabərdir 0-a. Bunu çıxanda -4A kvadratı. 8 də sağa atıram olur -8. A kvadratı da bərabərdir müsbət 2-yə. A da bərabərdir kökdə 2-yə. Cavab C variantı. Sonra üçüncü sual. İfadənin qiymətini tapın. Demək, bizə belə bir ifadə verib. Bunu tapaq. Necə taparıq bu ifadənin qiymətini? 27 üstü 3-də 1. 27-ni yazıram. 3 üstü 3-də 1. Sonra üstə 8-də 1 yazıram. Nə? 2 üstü -3 kimi. 8-də 1 yazıram. 2 üstü -3. Üstü -3-də 2. Üstə 5 loqaritma 5 əsasdan 2. Buradan da bunlar gedər. 3 ilə 3 gedər. Qalar nə? 3 üstə -3 -3-də 2-yə vursaq 3-lər gedər. Mənfi də olar müsbət. 2 üstü 2 üstə 5. Bu da 3 üstə 4 üstə 5 bizə verər 12.
Hə, bunun da 12 eləməz axı. 8-də 1, 2, 3. Hə, baxın burada xəta oldu. Neçə qaldı burada? Üzərində də 2-də 1 var. Diqqətli olaq. 3 üstə 2 üstə 2. Üstə gəl 5 yox. 5-lər gedib 5 artıq yoxdur. Nə qalıb onun yerində 2? Getdik. Buradan üstü 2-də 1 və üstü 2-də 1. Hə, diqqətli olaq. 3 üstə 2 üstü 2 üstə 2. Neçə elədi? 9 üstə 2-də 1. Bu da köşdə 9. Oradan nə çıxır? 3. Cavab D variantı. Növbəti sualımıza baxaq. İfadəsinin qiymətini hesablayın. Hesablayaq. Hardan başlayır? 5-dən 9-dan. Neçənci sualımızdır? 4. Deyir ki 4-də 5-də 19 üstə gəl 25-də 91 üstə gəl 25-də 87 üstə gəl nöqtə 25-də 19 üstə gəl 5-də 3. Mən belə suallarda məsləhət görürəm ki, ortaq məxrəcə eləyin. Məxrəclə işləməyin, deyəm, ancaq sürətlə işləyin. Ortaq məxrəcə gətirsəm, məxrəc olar 25, bunu vuracam 5-ə. 5-i vursaq 19-a bizə verəcək 95. Üstə gəl 91, üstə gəl 87, üstə gəl nöqtə 19, üstə gəl. Bunu da vuracam 5-ə, 25-ə gətirmək üçün olar 15. Fikir verin, mən məxrəcə baxmıram. Sürət nədir? Ədədi silsilə. Hardan başlayır? 95-dən. 91 belə gedir. A1-i 95. D-si isə fikir verin azal gedir, -4. Tamam. Yuxarı nədir? SN. Mən indi yuxarını SN düsturu ilə hesablayaram, sonra da 25-ə bölərəm. İndi burada D-si -4-dür. N-ci həddini tapaq. N-ci həddim olacaq sondan 95-dən çıxaram 15-i, eləyər 80, tamam. Bunu da bunun fərqinə bölərəm. İndi burada əslində nə etməliydim? 15 çıx, sondan başlanğıcı çıxanda eləyər -80, sonra -80-i -4-ə bölərəm, eləyər 20, amma burada 20 yox. Neçə hədd var? N həmişə olur bundan bir vahid artıq. 21 vahid. Niyə? Başlanğıc və sonu saydıq axı burada. Həm başda bir element saydıq, həm də sonda bir element saydıq. Belə olanda deyirdik ki, sondan başı çıxıb. Aradakı fərqə bölüb üzərinə 1 gəlir. Neçə element var? 21. Yazacağım S21 böl 25. Getdik. İndi S21-i tapaq. S21-imizi tapsaq, S21 bərabərdir 2A1 üzərinə 2A1 yazmıram heç. A1 var, AN var. S21 nə olacaq? A1 üstə gəl A21 bölünsün 2 vur N. Birinci həddim 95, axırıncı həddim 15 böl 2 vur 21. Bərabərdir. 95 ilə 15-i toplayanda 110 böl 2 vur 21. Bunu da bundan ixtisar aparıram, qalır 55. 55 vur 21. Tamam. Bu mənim nəyimdə S21-im. Elə S21-i aparıb yerinə yazıram. Yəni bizdə bu ifadənin cavabı nə oldu? S21 böl 25 olmadı. S21-in yerinə də gətirib bunu qoyaram. Olar 55 vur 21 böl 25. Bununla bu ixtisar gedər. 5 qalar burada. 11 qalar. 11-i 21-ə vursaq. Eləyər 231 böl 5. Bu da bizə verər 46,2. Y variantı. Maraqlı sual idi. Qəbul sualları ehtiyatlı olun, vaxt aparanda. Ona görə çox qəbul işləyin. Çox qəbul işləyin ki, sürətiniz artsın. 5-də qutuda 4 qırmızı, 5 yaşıl, 7 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin yaşıl və ya qara rəngli olması hadisəsinin ehtimalı. Toplam qutuda 12-dən kürə var. Çıxarılan birinin yaşıl və ya qara, ya yaşıl olacaq. 12-dir, yox, üzr istəyirəm, 16 dənə. Toplam 16 dənə kürə var. Çıxarılan bir kürənin yaşıl və ya qara olması. Yaşıl 5, qara isə 7. Onlar 16-da 12. Bu da ixtisar aparanda 4-dür. O da eləyir %75. Cavab A variantı. 6. Vektorlar arasındakı bucağı tapın. Vektorlar arasındakı bucağı biz necə tapırıq? Düsturumuz belədir ki, kosinüs alfa bərabərdir. Yuxarıda bunların skaler hasili
AB, aşağıda isə bunların modul hasili. Buna görə birinci mən modulu tapmalıyam. Modulu tapaq. Modul A bərabərdir kök altında 1/5-in kvadratı. 1/5-in kvadratı üstə gəl 2-nin kvadratı üstəyə 3-ün kvadratı bərabərdir. Nə verər bu bizə? Kök altında bu 2,25-dir. 4 üstə gəl 9. Bu da bərabərdir kök altında deməli 4, 9, 13, 15,25. 15,25 verir bu bizə. Görüm nəsə problem olmadı ki 1/5-in kvadratı 2-in kvadratı üstəyə 3-ün kvadratı. Getdi indi B-yə. Modulda B bərabərdir. Vay vay vay, mən deyəsən tələsdim. Baxın, belə suallarda ümumiyyətlə həmişə mən şagirdlərimə deyirəm ki, bu tipli suallarda tələsməyin. Birinci salışını həmişə sürətlə işləyəsiniz. Fikir verirsiniz, mən kök altında qəribə bir ədəd aldım, sonra dedim, belə şey olmaz, 15,125 nədir, belə sual olmaz. Ona görə skalyer hasili ilə başlayaq. Skalyer hasili nədir? x1, x2, 1/5 vur 12. Üzərinə gəl, deməli, y1 vur y2, yəni 2 vur 6, bunun y2 bunda 6 daxil. Üzərinə gəl, 3 vur -10. Məxrəcə baxmıram, bərabərdir. 1/5-i 2-yə vuranda bizə nə verəcək? 18, üstə gəl 12, çıx 30. Məxrəc yenə maraqlı deyil. Fikir verin, sürət nə olacaq? 0. 0-ı tutaq ki, nəyəsə bölsək cavab nə olacaq? 0. Kosinüs alfa 0-ı neçə dərəcədə alır? 90 dərəcədə. Bitdi. Yəni biz burada skalyer hasilinin 0-dan getməliyik ki, skalyer hasili 0-dır, deməli perpendikulyar imiş. Ümumiyyətlə gördünüz, ədəddə çox da dəhşət qəribə hesablamalar olmur qəbulda. Ümumiyyətlə imtahanlarda çox olmur deyə rahat olun. Yəni dediyim kimi, nə vaxt arasındakı bucaq sualını görsəz, birinci skalyer hasili tapın, sonra gedin modul hasili, modullarını taparsınız. 2 üstəlik 3-nin qoşması 2 çıx 3-i. Cavab E variantı. 8-ci suala baxsaq, x kvadratı üstəlik 2, x üstəlik 19 funksiyasının qiymətlər çoxluğunu tapın. Tapaq. Demək, bunun qiymətlər çoxluğu üçün bizə birinci nə lazımdır? Bunun eni, ən kiçik qiymətin. Ən kiçik qiymətini tapmağın bir neçə yolunu biz bilirik. Bu yollardan biri budur ki, y bərabərdir x kvadratı üstəlik 2, x üstəlik 19. Kvadrat mötərizə düsturu yaratmaq və ya ən kiçik olan eni tapmaq. Baxın, mən birinci nə edirəm? Təpə nöqtəsini taparam. Təpə nöqtəsinin x koordinatını tapıram. -b bölü 2a. -2 bölü 2 vur 1. Eləyir -1. Mən bu ən xoşladığım üsuldur. -1. -1-i də yerinə qoysam, təpə nöqtəsinin ordinatını y-in taparam. -1-in kvadratı üstə gəl 2 vur -1. Üstə gəl 19 bərabərdir. 1 çıx 2 üstə gəl 19 elədi 18. Demək, funksiyanın ən kiçik qiyməti 18-dir. Qollar da A-sı da müsbət olduğuna o 18-dən gedər üzü müsbət sonsuzluğa. Cavab D variantı. Baxaq 9-cu suala. 9-da nə deyir? Tənliyin həll edin. Bu tənliyi necə həll edərik? 36. 36 necə yazmaq olar? Yazıram 36-nı 6-nın kvadratı üstü kosinüs x kimi. Buradan da bu bizə nə verər? 36 kosinüs x 6-ın kvadratı kosinüs x daxil. O da olar 6 üstü 2 kosinüs x vur 2 üstü 2 kosinüs x. Bərabərdir 12-yə. Qüvvətlər eynidirsə, əsasları vura bilərəm. 6 vur 12, 6 vur 2, 12 üstü 2 kosinüs x bərabərdir 12-yə. Bu da 12 üstü 1 daxil. Deməli, 2 kosinüs x bərabərdir 1-ə. Kosinüs x isə bərabərdir 2-də 1-ə. Kosinüs x 2-də 1-dirsə, x də bərabərdir plus minus arc kosinüs 2-də 1. Üstə gəl. Demişdik ki, yalnız kosinüsdə 2 pik olur. Qalan hamısında pik aydı. Arc kosinüs 2-də 1 nə vaxt alır? 2-də 1 kosinüs alır pi bölü 3-də. O da olur plus minus. Deməli, plus minus arc kosinüs 2-də 1
yazdıq. Üstəgəl 2 pi k. Baxaq görək hansı variant buna uyğundur. Pi bölü 3 üstəgəl 2 pi k cavab B variantı. Növbəti ifadəni sadələşdirin. Sadələşdirək. Bu ifadəni tez açaram. AA-nın açılışı 10A üstəgəl A vurulsun 100B üstəgəl 10B üstəgəl B bölünsün 10B üstəgəl B vurulsun 100A üstəgəl 10A üstəgəl A bərabərdir 11A vur 111B böl 11B vur 111A. A'lar gedir, 111'lər gedir, 11'lər gedir, B'lər gedir, qalır 1. B bəndi. 11-ci sualda ifadənin qiymətini hesablayın. Hesablayaq. Kosinüs 15, sinüs 20, kosinüs 20, sinüs 15. Bu hansı düsturdur? Sincos cosin. Demişdik ki, sincos cosin olanda sinusun plus düsturudur. Sürətli olacaq. Yəni bu hissə bizə bütöv verəcəyinə sinus 20 plus 15. Yəni sinus 35 bölünsün 3 sinus 35. Sinus 35'lər ixtisar gedər, qalar 3'də 1. Cavab C variantı. Bərabərsizliyini, demək, funksiyası üçün törəməsi sıfırdan böyük bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Birinci funksiya verib törəməsini tapaq. Bizdən sonda bunu istəyir. F'(x) böyük bərabərdir 0. Bunun törəməsi f'(x) bərabərdir mənfi 2x'in kubun törəməsi mənfi 6x kvadratı çıx 12x üstəgəl 18 2'nin törəməsi də 0. Böyük bərabərdir 0. Hər tərəfi bölərəm mənfi 6'ya. Mənfi 6'ya bölsək onlar nə? X kvadratı üstəgəl 2x çıx 3 kiçik bərabərdir 0. x1 üstəgəl x2 bərabərdir mənfi 2. x1 vur x2 bərabərdir mənfi 3. x1 bərabərdir mənfi 3. x2 isə bərabərdir müsbət 1. İndi bunu da intervalda qeyd edirəm. Birinci mənfi 3 gəlir, içi dolu. Mənfi 3. Sonra gəlir müsbət 1 içi dolu. Plus minus plus. Bizə lazım olan hissə buradan tapırıq ki, mənfidir. Yəni sıfırdan kiçik. Mənfi 3 1'in arası ödəyən tam ədədlərin cəmi. Mənfi 3 üzərinə gəl mənfi 2 üzərinə gəl mənfi 1 üzərinə gəl 0 üzərinə gəl 1 bərabərdir. 1 ilə mənfi 1 gedər, qalar mənfi 5. Cavab A variantı. 12'dən sonra 13-cü sual var. 13'də BAC bucağı 54 dərəcə. Bunun üzərində işləyə bilərik. Sadə sual oxşuyur. Deməli, BAC 54 dərəcə. Bura 54'dür. BMC qövsü, söykəndiyi qövsün yarısı. Daxili bucaq söykəndiyi qövsün yarısı. Burada 108 dərəcə D variantı. 14. 75% ilə 25%'nin fərqi 50 olan ədədin 10%'ni tapın. 75% ilə 25%'nin fərqi. 75% ilə 25%'ni çıxsaq, 75% çıx 25% bizə nə verəcək? 50%. Deməli, bu ədədin 50% neçədir? 50% 50 olan ədədin 10%'ni tapın. 10% də x. Çarpaz edirəm. 50 vur x bərabərdir 50 vur 10. X də bərabərdir 10. Bizdən ədədin özünü yox, ədədin 10%'ni istəyir. 14'dən sonra baxaq 15-ci suala. ABCD kvadratının daxilində verilmiş K nöqtəsi üçün MK, KA, KD, BM, MC bərabərliklər verilib. Deməli, MK, bu xəttlər bərabərdir və daha sonra əlimizdə nələr var? MK, KA, KD-ni yazdım. BM ilə də MC bərabərdir. Mən bura X yazıram. Amma bərabərliyi düzgün qoyum. Bu buna bərabərdir. Bura x yazıram BM-ə. Onda MC də x olar. Demək kvadratın tərəfi olar 2x. Onda bütün tərəflərə yazıram 2x, 2x, 2x. Buradan sahə verilib 16. SABM 16'dır. MK parçasının uzunluğunu tapın. Buradan da nə edirəm? S bərabərdir. Bunu biraz bu tərəfə çəkim. Ancaq fiqur qalsın mənim əlimdə burada. Həllində sağdan yazım. Deməli, buradan nə edəcəm? SABM bərabərdir
16. Yəni düzbucaqlı üçbucaq deyil. Katetlərin hasilinin yarısı. 2x vur x bölü 2 bərabər 16. X kvadratı bərabər 16-dırsa, x bərabərdir 4. Tamam. X-im 4-dür. Bundan sonra nə edərəm? Məndən nə istəyir? 4-ü tapdım. Bura 4, bura 8. Bizdən istəyir MK-nı. MK yəni bunu. Əla, nə edək? Bu tərəfi tapmışıq da 8. Bu 2x-i buradan silirəm, buraya yazıram 8. Mən götürərəm, buradan bir dənə belə bir xəttimi çəkərəm. Bu xəttimi çəksəm, 8 necə bölünər? Burada 4, burada 4. Bura, əgər MK-ya y desəm, KD də olar y. Hə, bütöv bura nədir? Baba, bütöv. Bütöv bura 8-dir. Onda bu aşağı hissən olar, yuxarısı y-dir deyə. 8 çıx y. Bir dənə də burada xırda düzbucaqlı üçbucağımızı görürük. Baxın, bu düzbucaqlı üçbucağımıza görə katetlər 8 çıx y-lə 4, hipotenuz isə y olacaq. Yazaram. 8 çıx y-in kvadratı üstəcə 4-ün kvadratı bərabərdir y kvadratına. Buradan da 8-in kvadratı 64 çıxılsın 16y üzərinə gəl y kvadratı üzərinə gəl 16 bərabərdir y kvadratına. Y kvadratları gedər. 16y ataram sağa. 80 bərabər 16y, y bərabərdir 5-ə. Bizdən də y soruşurdu. Oldu cavab 5, Y variantı. 16-cı sualımıza baxaq. 16-cı sualda bizə nə deyir? Deyir ki, ABCD düzbucaqlısının AD tərəfindən düzbucaqlı müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirən müstəvi keçirilmişdir. AB 2 köşkdə 3 metr olarsa, BC tərəfinin bu müstəvidən məsafəsini tapın. Belə suallarda çalışın ki, həmişə müstəvini yerdə çəkin. Baxın, bu olsun bizim müstəvimiz. Yəni, düzdür, ABCD düzbucaqlısının AD tərəfindən müstəvi keçirilib, amma müstəvi olsun yerdə. Biraz belə bir müstəvi çəkim. Müstəvi olsun yerdə. ABCD düzbucaqlısının AD tərəfi olsun bura. Buranın AD tərəfi kimi götürək. AD. Və bu da mənim ABCD düzbucaqlım. Fikir versək, A, B, CD düzbucaqlısının AD tərəfindən onunla 60 dərəcəli bucaq əmələ gətirən müstəvi keçirilmişdir. AB 2 köşkdə 3 olarsa, BC tərəfinin bu müstəvidən məsafəsini tapın. Tapaq. BC tərəfinin müstəvidən məsafəsidirsə, buradan bir dənə müstəviyə hündürlüyü atıram. 90-ın qabağı 2 köşkdə 3-dürsə, 60-ın qabağı da olar 2 köşkdə 3-ün yarısının köşkdə 3-ü. Bu da bizə verir 3. B variantı. 17. Silindrin oturacağın radiusu 6, hündürlüyü 16 olarsa, ox kəsiyinin diaqonalını tapın, tapaq. Bir dənə silindr çəkirəm. Silindrim. Biraz bu formada çəkim. Aha. Deməli, hündürlük 16-dır. Radius isə 6. Radius 6-dırsa, burada 6-dır, burada 6-dır. Ox kəsiyinin diaqonalı da buradır. Hə, bura D-dir. Yazaram D-nin kvadratı bərabərdir. 6, 6, bura 12. 12-nin kvadratı üstəcə 16-nın kvadratı. Bu da bizə verər 144 üstəyə 256 elgər 400. D kvadratı 400-dürsə, D də bərabərdir 20-yə. B variantı. 18-ci sual. ABCD düzbucaqlı trapesiyasının daxilinə çevrə çəkilib. AC CD-yə bərabər. Bunlar bir-birinə bərabər. BC 6 cm olarsa, trapesiyanın perimetrini tapın, tapaq. Nə edərəm? Bir dənə hündürlüyü çəkərəm. Hündürlüyü çəkdim və bizə AC CD-yə bərabər vermişdi. Deməli, bu bərabər yanlı 3 bucaqdır və bu da hündürlükdür. Hə, bura 6-dırsa, 6-nın aşağısı da 6-dır. Burada 6 elgər bu hissədə. Hə, möhtəşəm. Sonra nə edərəm? İndi bura bir A yazaram, bura bir B yazaram. Və mən bilirəm axı, daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir. Burada 12-dir də. 6 üstəyə 12. A üstəyə B bərabərdir 18. Və bir də nəyə diqqət edək? Bura A-dırsa, burada A-dır. Hə, 6-nın kvadratı
Üstəgəl a kvadratı üstəgəl b kvadrat bərabərdir b kvadratına. Hə, bax bunu indi həll edib a-nı b-ni tapaq. B-ni a-nı tapaq, sonra perimetri tapaq. Yoxsa bircə saniyə. Heç buna ehtiyac yoxdur. Trapesiyanın perimetrini istəyir ki. Perimetri istəyirsə heç a-nı b-ni tapmağa ehtiyac yoxdur. Bircə saniyə. Bu çevrəni niyə verib ki onda? Bir dənə çevrəni perimetrin yarısı olduğunu tapmaq üçün. Bura 6'dır. Bura 6. 6 hissəsini başa düşdük. Ya biz bilirdik axı. Bura a yazsam, bura b yazsam. A üstəgəl b bərabərdir 6 üstəgəl 12. A üstəgəl b bərabərdir 18. Hə, bura 18'dir. Zaten bu birisi tərəfdə 18'dir. P nədir? A üstəgəl b üstəgəl 6 üstəgəl 12. Yəni 18 üstəgəl 18 36. Və ya onsuz bilirik ki 12 ilə 6'nın cəmi bizə yarım perimetr verəcək. Yarım perimetr 18'dirsə tam da 36'dır. Y variantı. 19-cu suala baxsaq, 19-cu sualda 0.2 nədir? 0.2 5'də 1. Yazaram elə 5'də 1 kimi. 5'də 1 üzərində 2 çıx x böyükdür 25'dən. 5'də 1 yazıram 5 üstü mənfi 1 üzərində 2 çıx x böyükdür 25'dən. Yəni 5'in kvadratından. Mənfi 1 də bura vursaq, olar 5 üstü mənfi 2 plus x böyükdür 5'in üstü 2'dən. Hə, buradan da 5'ləri tullayaram. Mənfi 2 üstü x böyükdür 2'dən. Fikir verin, işarəni dəyişmədim. Çünki əsas 1-dən böyükdür. X də böyükdür 4-dən. 4-dən böyük ən kiçik ədəd 5. D variantı. 30-cu sualda. Bununla bu gedər. Tək dərəcəliyə problem deyil. Köşdü çıx 2 olacaq. Bura bizə köşdü çıx 2 verər. Sağ tərəf isə 7 üstəgəl 4 köşdü. Sağ tərəf isə maraqlıdır. Bunu düstur kimi yaratmalıyıq. Birinci bunu hesablayaq, düzəldək, sonra aparıb yerinə qoyuram. Biz demişdik axı, bu tipli suallarda bura bizə düstur verməlidir. Bu isə bu a kvadratı üstəgəl b kvadratının, bu isə 2ab-nin yeri idi. 2ab bərabərdir 4 köşdü 3. O zaman ab nədir? 2 köşdü 3. Hə, ab 2 köşdü 3'dür. ab 2 köşdü 3'dürsə, bunlardan biri 2 biri köşdü 3 ola bilər. Və necə yoxlayırıq? 2'nin kvadratı 4, köşdü 3'ün kvadratı 3. Həqiqətən də toplayanda bunu verir. Bunu verirsə, deməli düz gedirik. Verməsəydi səhv olardı. Başqa ədədlər yoxlayardıq. Getdik. A2, B kök 3. Tamam. Bu da nədir? Bu da bu düsturdur da ana. 2 üstəgəl köşdü 3'ün kvadratı. Deməli, həllimiz belə olacaq. Bu isə bizə verəcək köşdü 3 sıx 2. Bu isə bizə verəcək 2 üstəgəl köşdü 3'ün kvadratı kök altında. Hə, kvadratla da kök gedər. Qalar nə? Köşdü 3 sıx 2 çıxılsın. Bunu modul yazmağıma heç ehtiyac yoxdur. Zaten içərisi müsbətdir. Cüt dərəcədən kökün altından ifadə modula çıxır, düzdür. Yəni, tutaq ki, modula çıxardım, oradan da çıxardım kimi düşünün. Bu da bərabərdir. Köşdü 3 sıx 2 sıx 2 sıx köşdü 3. Köşdü 3'lər gedər, qalar mənfi 4. A variantı. 21-ci sualımıza baxaq. İntegralını hesablayın. Bəsit integral sualdır. İstəyirsiniz açıb yazaq, istəyirsiniz açmadan yazaq. X üstü n kimi düşünün. X üstü n'in integralı nədir? Birbaşa integralını hesablayıram. Bunun integralı x çıx 1 üzərinə 2 üstəgəl 1, yəni qüvvətin üstünə 1 gəldik, bölünsün. 2 üstəgəl 1, sərhədlər 1-dən 4-ə. Bərabərdir. Deməli, x çıx 1'in kubu böl 3, 1-dən 4-ə. Aparıb yerinə qoyub hesablayaq. Gedib yerinə qoyuram. 4 çıx 1'in kubu böl 3 çıx 1 çıx 1'in kubu böl 3. 4 çıx 1 3 kubu 27 böl 3 çıx 0 cavab edir 9. Sadə sual idi. 21'dən sonra 22. A verib, B verib. Bizdən bunu istəyir. Hə, nə edərəm? Bu hissə görürəm mənə nə verir? Hazır düstur. Hə, A üstəgəl B-nin kvadratı çıx. A üstəgəl B də çıx 4. Bizdə də A ilə B-ni verib. Möhtəşəm. Gəlin A ilə B-ni toplayaq. A üstəgəl B bərabərdir. 77 tam 4'də 3 üstəgəl 20 tam 4'də 1. Bu da bərabərdir. Toplayanda A üstəgəl B-ni hesablayayım da sonra yerinə qoyaram. Deməli 77 o da 20. 97 tam 4'də 3 o da 4'də 1 4'də 4. Bu da bizə verəcək 98. Baxın A üstəgəl B nədir? 98. 98'in kvadratı çıx 4'ün də yerinə yazıram 2'nin kvadratı. Bu da bərabərdir. 98 çıx 2 vurulsun 98 plus 2. Bu da bərabərdir. 96 vur 100. Bu deyir 9600.
Bu qədər. 23-cü suala baxaq. Yan tel oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirən və diaqonal kəsiyinin sahəsi 4/3 olan düzgün 4 bucaqlı piramidanın həcmini tapın. Deməli, bir dənə 4 bucaqlı piramidam var. Videonu saxlayın, piramidanı çəkim. Belə bir piramidamız var. Yan tel oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yan telin bucağı həmişə diaqonalla əmələ gəlir. Bu hissədə 30 dərəcəli bucaq əmələ gətirən və diaqonal kəsiyinin sahəsi 4/3 olan düzgün 4 bucaqlı piramida. Düzgün 4 bucaqlı piramidadırsa, deməli bu fiquru oturacağındakı fiqur kvadratdır. Yəni AA olaraq gedir. Mən nə edəcəm buradan? Piramidanın həcmini tapın. Götürərəm. Ox kəsiyinin, daha doğrusu diaqonal kəsiyinin sahəsi 4/3-dürsə, burada bir diaqonal kəsiyi yaratmalıyıq da. Deyir, yan tel oturacaq müstəvisi ilə 30 dərəcəyə bucaq əmələ gətirir. Bura 30-dur, burada 30-dur. Diaqonal kəsiyi də buradır. Baxın, bu fiqur. Bu formada əmələ gələn fiqur diaqonal kəsiyimizdir. İndi bunun da sahəsini verib bizə. Mən nə edərəm? Bunu biraz balacalaşdırım ki, üzərində rahat işləyə bilim. Bərabərdir. Bu üçbucaq kimi bunu düşünsək, tutaq ki, belə bir üçbucaq kimi bunu düşünsək, hardan çəkim? Buradan lap çəkim, problem deyil. 30. Sahəsi nədir? 4/3. Bura 30, burada 30. Mən nə edərəm? Bura yazaram x, bura yazaram x. Tamam. Bura nə olsun? Buna bir h deyək. Heç x lazım deyil bizə. Bura bir h deyək. Buna h desəm, 30-un qabağı h, 90-ın qabağı nə olar? Üzr istəyirəm. 90 qabağı 2h olar. O hissəsi lazım deyil. 60-ın qabağı nə olar? h/3. Yəni piramida deyil. Piramidanın bir dənə hündürlüyünü çəkdim. Hündürlüyün. 30-un qabağı h-dırsa, bu 120 daxı bütöv. Sağ oldu 60, 60-ın qabağı oldu h/3. Onda burada oldu h/3. Tamam. Yəni bu bizim diaqonal olan hissəmizdir də. Bu qırmızı ilə olan fiquru köçürtdüm bura. Bu da s bərabərdir. Deməli, oturacağı nədir? 2h/3. Oturacağı 2h köçüzdür. Bizdə sahə düsturu 2-də 1 a vur h-a. Bu da bərabərdir 2-də 1. Oturacaq 2h/3. Hündürlüyü də h bərabərdir 4/3-ə. Köçüclər gedər. H-ın kvadratı bərabər 4-ə, h bərabərdir 2. Əla. Onda bura 2-dir. Bura isə 2 vur köçüc. Yəni 4/3-dür. Deməli, h2-dir, h2-dir. Baxın, bu diaqonal neçədir? Bax, bu diaqonal bütöv. Bu diaqonal da 4/3-dür. Yazıram. D bərabərdir 4/3. Bizdən nə istəyir? Düzgün 4 bucaqlı piramidanın həcmini tapaq. Həcmini tapaq. V bərabərdir 3-də 1 oturacaq vur h. H var əlimizdə, bir dənə oturacaq yoxdur. Onu da tapmağın 2 yolu var. Ən sadə yolu, sahə düsturu bilirik də. Hansı fiqurdur bu? Kvadrat. Kvadratın da sahəsi nədir? D kvadratı bölü 2 var da. Heç tərəfi tapmadan. Düz deyir, 4/3 a kök 2-yə bərabər eləyib tərəfi tapıb sonra da tapa bilərdik. Ya da birbaşa D kvadratı bölü 2. Yəni 4/3-ün kvadratı bölü 2 ilə s oturacağı taparam. 4, 16, 3, 48 bölü 2, 24. S oturacaq 24'dür. Bu da bərabərdir. 3-də 1 vur 24 vur h. Bu da elgir 16. Bu qədər maraqlı sualımız idi. Daha sonra keçək növbəti 24-cü suala. Uyğunluğu müəyyən edin. Edək. Hipotenuz AB, ABC düzbucağı 3 bucağında CD-ni verib 6. BD bərabərdir AD plus 5. AD plus 5 verib. Bizdən aşağıdakı ifadələri verib. Gedək də nə qırıq? Mən elə bunu böyüdüm. Üzərində işləməyi mənə sərf eləyərmi? Üzərində işləməyi biraz bir dənə bu şəkildən bura köçürüm ki, rahat işləyə bilim. Bu mənim figurum A, B, C, D. Deməli burada, bura 6'dır və əlimizdə olan CD 6, CD 6. BD bərabərdir AD plus 5. BD'yə x deyərəm. Daha doğrusu AD'yə x deyərəm. BD nədir? X üstəyər 5.
Buradan da birinci x-imizi tapaq. Düz buzaq təpəsindən çəkilmiş hündürlüyün düsturu nədir? H kvadratı mn. Buradan gedərəm. X vurulsun x üstü 5 bərabərdir 6-nın kvadratına. X kvadratı üstü 5x çıx 36 bərabər 0-a. X1 bərabərdir. Birbaşa köklərini yazıram da. X1 mənfi 9, x2 müsbət 4. Demək, bura 4-dür, bura isə 9-dur. Bizdən nə istəyir? Görək buna uyğun nə var? ABC, bura bütöv neçə oldu? 13. AB 13'tü. Burada D uyğun getdi. Daha sonra AD 4, BD isə 9. 4, 9 var. AD 4, o da A'dır. Demək, biri A ilə D uyğundur. Bu da getdi. 2, CD 10'dur. Bu şəkili. Bunu silin də artıq. Bunu başa düşdük. CD neçədir? CD 10'dur. CD 10'dur və BD bərabərdir AD-yə. BD AD-yə bərabərdirsə, düz bucaq təpəsindən çəkilmiş hündürlük həm də nə olarmış? Median olarmış. BD AD-dirsə, tərəfi yarıya bölən nə oldu? Median. Onda nə olar? Mediandırsa, demişdik, düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Bu da olur 20 və bu hansı üç bucaqda olur? Bərabər yanlı üç bucaqda. 20 də burada 10-10 bölünər. Budur AD şərtinə görə. Bizdə daha sonra görək bura uyğun nə var? Deməli, AB 20-dir. Bəli, bir dənə AB 20 şərti buna uyğun gəlir. C. Başqa 7 şərti uyğun deyil, 3 şərti də uyğun deyil. Gəldik kök 12 və 4 olan şərtə. Aparıb bunları qoyaq yerinə. CD-dir bura. CD kök 12, BD isə 4, AD-yə x deyək. Yenə h kvadratı mn-dir. H-in kvadratı mx n4. 4x bərabərdir kök 12-nin kvadratı. 4x bərabərdir 12. X bərabərdir 12-ni 4-ə böləndə nə verəcək? 3. X də 3-dür. Bura bütövdə olacaq. 3 üstəyə 4, 7. AB 7, AD 3. B ilə Y də bura uyğun gedir. 24-dən sonra baxıram 25-ci suala. Tənliklərin köklərinin hasilini sıfıra çevirən K parametrini üçün uyğunluğu müəyyəndir. Tənliklərin köklərinin hasili nədir? x1 vur x2. x1 vur x2. Əgər x1 vur x2-ni sıfıra çevirirsə, yəni tənliyin köklərinin hasilini sıfıra çevirirsə, demək C sıfırdır. Bizdən nə istəyir? K-ların hasili, K-ların cəmi falan. Burada fikir verin. Hasil bura deyil. K kvadratı K çıx 6. Hasilini sıfıra, yəni C-si budur. Düzdür, qabağında mənfi də var bu ifadənin, amma mənim maraqlı deyil. Çünki zaten sıfıra bərabər olacaq da. Ha mənfi sıfır, ha müsbət sıfır. Buradan da kökləri cəmi 1-ə bərabərdir. Kökləri hasili isə mənfi 6-ya bərabərdir. Kökləri hasili mənfi 6. B və D uyğun getdi 1-ə. Daha sonra burada 2K kvadratı çıx K çıx 3 bərabərdir 0. Nə edərəm? Hər tərəfi 2-yə bölərəm ki, V tətbiq edə bilim. 2-yə bölsək hər tərəfi K kvadratı çıx 2-də 1 K çıx 3 bölü 2 bərabərdir 0. Buradan K1 üstəyə K2 bərabərdir 2-də 1. K-ların cəmi 0.5-ə bərabərdir. K-ların hasili isə mənfi 3 bölü 2. Belə də bir variantımız yoxdur. Y də getdi, qaldı A ilə C. A ilə C-də də, yəni 3-ün AC-si, yəni 3-ə görə ya A-dır ya C uyğundur. Buradan da hasil 3K kvadratı üstəyə 2K çıx 9 bərabər 0. Hər tərəfi 3-ə bölərəm. 3-ə bölərəm. K kvadratı üstəyə 2 böl 3K çıx 3 bərabərdir 0. K1 üstəyə K2 bərabərdir mənfi 3-2. K1 vur K2 də bərabərdir mənfi 3. Hasil nə oldu? Mənfi 3. 3-ə də C uyğun gəldi. 1 BD, 2Y, 3 də C. Bu qəbulumuzun, bu blokun sualları da bitdi. Çox çətin deyil blokun sualları. Yenə deyirəm, burada sadəcə vaxtı idarə etmək lazımdır. Əgər fikir versəz, izahlar 30-40 dəqiqə arası çəkir. Əgər 30 sual olduğunu da düşünsək, yəni izahlar 1 saata qədər çəkə bilər. Amma siz imtahanda nisbətən daha sürətli yazmalısınız. Deyəsiniz, müəllim, siz fikirləşmədən bütün sualları bilirsiniz deyə yazırsınız. Siz də gərək imtahana qədər elə öyrəşməlisiniz ki, eyni formada yaza biləsiniz. Zaten
qəbulda yaxşı nəticə yazmaq istəyən uşaq müəllim qədər deməyim, amma yəni müəllim sürəti ilə çalışmalıdır. Düzdür, bu düzgün deyil bəlkə də, amma demin bizdən tələb elədiyi odur ki, uşaqlar müəllimlər kimi sürətli işləsin ki, imtahanda sualları çatdırıb ürəkləri istəyən o yüksək nəticəni yığsın. Qarşıdan gələn imtahanlarda hər birinizə uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.